Bir Media 28 qrupu var. Bir mədəniyyət və sənətkarlıq üzrə təhsil ocağı var. Bir orada çalışan istedadlı müəllimlər var və bu mərkəzdə təhsil alan, gələcəyə ümid bəxş eləyən tələbələr var. Yeni bir yol, daha böyük bir yol, çətinlik və ya hamar bir yol, bilmirdik bizi nə gözləyir. ...2022-ci il sentyabr ayı yeni tədris ili artıq başlayırdı. Mən 2021-2022-ci illərdə bir qrupu artıq sinif rəhbəri vəzifəmi təhvil vermişdim və 2022-ci ilin sentyabrında yeni bir qrupa sinif rəhbəri olaraq təyin edilməli idim. Və mərkəzimizdə artıq 2 il idi ki, yüksək peşə təhsili subbakalavr təhsil pilləsi açılmışdı. Mənim də diqqətimi çox çəkirdi. Səbəb var idi. Həminki vaxtlarda həm özüm də tələbə idim. Təhsilimin magistr pilləsini davam etdirirdim. Şagird olmaqla tələbə olmağın arasında böyük bir fərq var. Yəni mən şagird olduğum dövrdən bu dövrə qədər çox dəyişmişəm. Yəni tələbəlik məsuliyyəti insanı daha da böyüdür, belə deyim. İnsan üstündə ağır yük hiss eləyir. Yəni məsuliyyət hissi olur insanda ki, sən artıq tələbəsən, sənin boynunda böyük bir yük var, sən hər hansı bir bacarıqları üzə çıxarmalısan. Şagird olanda məsələn məktəb vaxtı belə deyildi. Məktəb vaxtından bura çox şey dəyişib. Mən məktəb dövründə demək olar ki, buradakı Fatimə ilə məktəb dövründəki Fatimə arasında çox fərq var. Məktəbi dəyişmək istəyirdim. Düşündüm ki, kollecə verim. Bunun da səbəbi nə idi? Oxuduğum yer tam da məni qane eləmirdi. Yəni tam da belə o deyildi də. İstəyirdim ki, oxuduğum yeri dəyişim, daha yaxşı olum da. Bunun üçün də kollecə vermək üçün qeydiyyata girmişdim. Qeydiyyatda gördüm ki, yüksək peşə haqqında çox belə danışırlar. Bu da mənim kənardan diqqətimi çəkdi ki, yəni görəsən necə bir şeydir ki, peşədə universitetə qəbul olmaq, yəni bu gerçəkdir. Bunun haqqında biraz araşdırdım, məlumat aldım. Məktəbi bitirdim. Bitirəndən sonra isə bir işlə nəticələndim. Bazarda satıcı idim. Hər şey çox yaxşı idi. Hətta pul qazanmaq və yəni cibdə pul olmağı çox yaxşı bir hissdir. İnsan necə lazımdır, yəni həyatda yaxşı sürdürə bilir. Amma bir yandan baxanda isə təhsilin nə qədər vacib olduğunu hiss elədim. Çünki insan savadı ilə fərqlənir. Mən ibtidai sinif müəllimliyinə də düşmüşdüm, amma medianın adını eşidən kimi nədənsə qaldım. Yəni öz sevdiyim ixtisası həmən seçmədim ki, sual arasında qaldım. Soruşdurdum, medianı dedilər. Dedim, əgər yəni belə tərifləyirlərsə, yoxlamağa dəyər. Amma nə oldu bilmirdim. Yəni kameranı belə əlimə versələr, tuta bilməyən bir şəxs idim. İmtahanların balları çıxdı, faizlə çıxdılar. Yəni 3-2-2%. Dedim ki, mən bu balı necə toplaya bilərəm? Balla qarışdırmışdım. Ağlamışdım ki, mən nə edəcəm? Amma ailəm dedi ki, heç nə olmaz, bir şey taparıq, narahat olmadı, özünü pis eləmə. Sonradan xəbər tutdum ki, 136 bal toplamışam. Sən demə, faiz başqa bir şeymiş, bal başqa bir şey. Heç vaxt fikrim olmayıb ki, mən hansı ixtisası seçəcəm gələcəkdə. Yəni, heç bir fikrim olmayıb. Hamısı deyirdi, nə müəllim olar, həkim olar, uşaq vaxtı kimin ağlında nə varsa, məndə də o. Hər il atama deyirdim ki, ata, məni futbola qoy və hər il deyirdi ki, yaxşı, amma qoymadı. Yaxşı kişi də qoymadı, buna çox sevinirəm. Niyə? Çünki o da bilirdi ki, mənim istəyim dəyişir. Təxminən 10 gün içində mənə xəbər gəldi ki, media və audiovizual texnologiyanın istismarı ixtisasına qəbul olunmusunuz. Bu tarixə qədər sənədlərinizi təhvil verin. Mən də çox sevmişdim, xəbər verdim evdəkilərə. Evdəkilər də sevindilər. Yəni dedilər ki,
gedib oxuyacaqsan. Bir tərəfdən də çox belə gərgin hisslər keçirdim. Çünki düşünürdüm ki, olduğum yerdən artıq mənim 2 saatlıq yolum, bunu da toplasaq artıq həm get, həm gəl 4 saat eləyəcəkdi də. Amma mən bunu öz fikrim idi. Ailəm buna qarşı deyildi. Mənim öz fikirlərimlə razı idilər. Yəni necə rahat olacaqdımsa, o şəkildə də addım atmağımı istəyirdilər. Mən də düşündüm, qərar verdim özümdə ki, bəlkə də bu mənim şansımdır. Mən ora qəbul olsam daha yaxşı olacaq. Özümü yaxşı hiss eləyirdim. Çünki nə də olmasa az bir müddət deyil. Qarşıda 4 il var və mən bunu gözə alıb addım atmalıyam. Fikirləşirəm ki, bu nə oldu deyə, hamısı qəbul oldu. Mən də bura getmək istəyirdim, bu cür həvəslənmişəm. Uca əskərlik zat şaqat yanıb gözümün qabağına ki, ev əskərlikdə şaqat edəcək. Üstündən bir 10 dəqiqə keçdi, SMS mənə də gəldi. Media və audiovizual texnologiyaların istismarı. Sinifin ən nadinc qızlarından biri olmuşam, hansı ki, bütün iclaslarda məndən evə şikayət gedirdi. Burada tam fərqlidir. Məsələn, burada sayılıb seçilən tələbələrdən biriyəm, zərbətiyəm. Günlük, necə deyim, davamiyyətim yerində. Yəni, çox şey dəyişib. Bu günümə qədər hər şey çox dəyişib. Cavab gəldi ki, yəni media və audiovizual texnologiyanın istismarı adlı ixtisasa düşmüşəm. Sonra mənim o ixtisasa qarşı sevgim artdı. Yəni buradakı müəllimlər həm özünə qarşı, həm ixtisasa qarşı insanda sevgi yaratmağı bacarırlar. Yəni müəllim olaraq işləməyi hər insan bacarır, amma sırf ixtisasa, həm özünə sevgi yaratmağı məsələn hər müəllim bacarmır. Qismət elə götürdü ki, 2022-ci il sentyabrında 9 illik təhsil bazasından 4 illik ixtisasımız olan media və audiovizual texnologiyaların istismarı üzrə fakültənin sinif rəhbəri vəzifəsinə təyin olundum. Hı. 2022-ci ilin sentyabr ayından etibarən bu təhsil ocağına qədəm qoydum. Bu təhsil ocağına yeni bir fəaliyyət üçün gəldim. Yeni bir başlanğıca, yeni bir ilkə addım atanda insan istər-istəməz həyəcanlanır, təlaş içində olur. Çünki qarşımda tanımadığım 20 tələbə olacaqdı və yeni bir yol, daha böyük bir yol, çətinlik və ya hamar bir yol, bilmirdik bizi nə gözləyir. Nələr gözləyirdi onu tam bilmirdim. Amma özümlə bir təcrübə gətirirdim bura, özümlə bir bilik gətirirdim. Qazandıqlarımı, biliklərimi bölüşmək üçün gəlirdim. Bir yerdə olmaq, bir komanda olmaq, doğmalaşmaq, get-gedə aramızda bağların möhkəmləşməsi bizim üçün həqiqətən müsbətdir. Amma ilk başlarda mən bu günlərə qədər gələcəyimi, gəlib bu uğurlara qədər addım atacağımı heç düşünməmişdim. Bura qəbul olarkən mənə bir məsləhət gördülər ki, 4 illik media var. Yəni bunların içində montaj da var, səs də var, rejissorluq da var və s. Qeydiyyat aparan insanlar kömək elədilər. Yəni fən haqqında 1-2 dənə də olsa ixtisas haqqında mənim üçün məlumat verdilər. 3 ixtisas seçdik, getdim evə. Sonra xəbər gəldi ki, qəbul olmusan. Çox sevinmişdim. Amma ixtisasımın nə olduğunu bilmirdim. Yeni insanlar, yeni qrup, yeni mühit, çox həyəcanlanırdım. Sinifə gəldi, bizə dedilər ki, 10-cu otaq sizindir, hələ də yadımdadır. 10-cu otaqda hərbi otağı bizim idi. Qalmışdı uşaqlar düzülüb sırayla. İxtisas müəllimimiz hələ 2 həftə yox idi. Yəni bilinmirdi ixtisas müəllimimiz kimdir. Biz həyəcanlıydıq kim olacağını haqqında. Nərim müəllim ağ saruçka geymişdi, qolsuz saruçka, qara şalvarda saçında yığmışdı. Çox ciddi durmuşdu. Dedim ki, necə yola gedəcəm də, müəllimlə çox ciddidir. Yəni gülmürdü də, sadəcə ciddi baxırdı uşaqlara. Dərs keçəndən sonra bir müddət
tanıyandan sonra gördüm ki, yox da, yəni ciddi deyilmiş. Çox qəlbi təmiz, yəni qəlbi yumşaq, əli açıq biri imiş. Sən demə, həqiqətən də insanları tanımadan nəsə demək olmazmış. Bunu öyrəndim. 15-i 16-sı 6-cı bazar gününə düşmüşdü, 17-si 1-ci gün idi. Gəldim məktəbə həvəslə, təzə qrup yoldaşları, təzə uşaqlar. Müəllim axtarıq, müəllim yoxdur. Rəhman müəllim hələ yox idi, Nərmə müəllim var idi. Biz hələ onu tanımırdıq. Bizə ingilis dərsi keçəndə dedi ki, sizin sinif rəhbəriniz mən olacağam. Əslində Nərmə müəllim çox qəşəng, çox yaxşı müəllimdir. Hələ tanımırdıq deyə bu mənə çox belə ciddi biri kimi görünürdü də. Biz də biraz elədim, çəkindim ondan. Amma elə biri deyilmiş. Zamanla tanıdıq bir-birimizi, bir yerdə danışdıq, vaxtlarımız keçdi. Artıq Nərmə müəllim haqqında fikirlərim dəyişməyə başladı. Kənardan çox ciddi biri kimi görünsə də, içi pambıq kimidir də. Sonradan Rəhman müəllim gəldi. Rəhman müəllim 1-2 həftədən sonra bizim aramıza daxil oldu. Motor. Bu mədəniyyət ocağında bu incəsənət sahəsinə aid olan mənim sənətimin davamçılarıyla rastlaşdım. Onların ixtisas müəllimi olaraq, onların rəhbəri olaraq başladıq və bir-birindən maraqlı, bir-birindən istedadlı, tərbiyəli gələcəyin incəsənət adamlarının, gələcəyin operatorları ilə, gələcəyin rejissorları ilə ilkin tanışlıq oldu. Məsələn, mən düşünürdüm ki, görəsən biz də çəkinəcəyik sual verməyə, münasibətimiz olacaq, yola gedəcəyik. Yoxsa başqa bəzi uşaqlar görmüşdüm, yəni müəllimlərlə yola getmirdilər, qıraqda müəllimlərdən nəsə danışırdılar, düzdür. Rəhman müəllim gülərüz və sakit müəllimə oxşuyurdu. Sonradan tanıdıqca elə olduğuna əmin oldum. Sonradan daha çox yaxın və bir ailə kimi olduq. Qarşımda olan 20 tələbədən əlavə, hətta qrupa təhkim olunmuş ixtisas fən müəllimi də həm mərkəz üçün, həm tələbələr üçün, həm də elə mənim özüm üçün də yeni bir müəllim idi. Qarşımdakı çətinlik artıq 2 qat idi. Bu tələbələrlə başlayanda bir amalım var idi, bir fikrim var idi ki, nəyi qazanmışamsa bu illər ərzində, nəyi öyrənmişəmsə, tam istədiyimi o tələbələrə ötürməkdir fikrim. Elə də oldu. Müəllimlər artıq hamımıza bələd idi. Yəni bilirdilər ki, bu uşaq necə davranır, bu uşağın xasiyyəti nədir. Bir söz deyirlər, bu Nərminin ağzından çıxıbmı, yoxsa Məlahəddinin ağzından çıxıbmı bu. Yəni artıq o dərəcədə bir-birimizə bələd idik. Və mənə çox nəsihət verdi, həyatda mənə prinsipial olmağı öyrətdi. Çox şey biliriksə, hər birimizdə fərqli-fərqli bacarıqlar varsa, bu hamısı onun sayəsindədir. Sırf bildiklərini bizə öyrətdiyi üçündür. Günlər keçdikcə qarşımızdakı sədləri aşmağa çalışırdıq. Bir-birimizi daha yaxından tanımağa çalışırdıq. Bəzilərimiz daha çox qapalı, bəzilərimiz ortama daha tez alışan, səmimiyyətini çox tez biruzə verən. Müəllimlə şagirddən daha çox dost qalmağı üstünlüyü görmüşük. Belə də daha yaxşıdır məncə. Sırf 4-cü gün Rəhman müəllimin dərsi idi. Həftə içi 1-ci gün, 2-ci gün, 3-cü, bir də 5-ci gün Fərman girmir dərslərə. Bir də 4-cü gün gəlir Rəhman müəllimin dərsinə qulaq asır. Neysə öyrənməyə çalışır, çıxır gedir. Gəlirdim də, yəni belə deyim sizə, həvəsim olmurdu dərslərə qulaq asmağa. Riyaziyyat Azərbaycan dili fikirləşirdim, bu məktəbdə də keçirdik də, bəs bu ilə məktəbin nə fərqi oldu da? Rəhman müəllimin dərsində oturmamaq belə, 1 saat oturmamaq belə minlərcə xırdalığı əldən vermək deməkdir, həqiqətən. Çünki mən qürur duyurdum. Uşaqlardan gəlirdi, fotoaparat gətirirdi ki, müəllim bunu bir dənə düzəldirsiz, düzəldirdi, verirdi. Çox qürur duydum ki, yəni hamı müəllimin yanına gəlir. Hətta müəllimlər belə müəllimimizin yanına göndərirdilər ki, bu uşağı başa salarsınız. Bundan qürur duydum. Hətta müəllimi belə bezdirirdim ki, niyə bezdirirdim? Çünki məcbur idim, öyrənmək istəyirdim. Öyrənmək üçün bezdirirdim müəllimi. Dedim ki, olsa sevsəm qalacağam, sevməsəm çıxacağam. Yenə də yəni böyük ehtimal 160 çıxmağı düşünürdüm. Çünki heç bir fikrim yox idi. Amma yenə də qaldım. Biz burada hər şeyi öyrəndik. Yəni mediada nə qədər sənət varsa, səs, işıq, operatorluq, rejissorluq, rejissor assistenti, prodüserlik hər bir şeyi öyrəndik.
Mediaya gələndən sonra yəni çox şey dəyişdi. Həm şəxsi həyatımda, həm belə deyək, yəni biliklərimdə çox şey fərqli oldu. Ona görə də bu sahəyə olan marağım get-gedə daha da artırdı. Bu gününə kimi də yəni hələ də marağım var. Çox, yəni belə deyək də maraqlı gəlir bu işlər necə olur, arxa planda nələr baş verir, nələr yaşanır. Mən əvvəlcədən heç bir zaman ağlıma gəlməzdi ki, yəni bir film çəkilən zaman hər birinə baxan olsun. Mən elə bilirdim sıradan olur. Lakin elə deyilmiş. Rejissor fərqli olur, operator başqa. Sıradan bir dərs prosesi ilə başlamadıq. Sənət çox genişdir. Media və audio-vizual deyəndə görüntü və səsə aid hansı sənət növləri varsa, hamısı bu sənətin, bu adın altında birləşib. Müəllim mənim üçün demək olar ki, bir cümləni 50 dəfə də olsa başa salır, bezmədən, tükənmədən. Məsələn, səs qurmağı, işıq qurmağı, video montajlığı, operatorluğu, rejissorluğu. Burada yəni montajla bağlı çox şeylər öyrənmişəm. Dərs proseslərimiz bizim çox maraqlı keçirdi. 2-ci, 4-cü günlər isə studiyada kameralarla işləmək, işıqla işləmək, səslə işləmək, onları Rəhman müəllim sayəsində öyrənirdik. Şəxsi kamerasını gətirərək bizə sinifdə kompozisiya qurmağı öyrətdi. Videoları montaj edərək bizə video montajı öyrətdi. Videolar verdi, tapşırıqlar verdi ki, biz onları əməl elədik. Tədris elədiyimiz dərslərdə səs yazma üsulları və səsin emalı, video montaj texnologiyası, video kamera ilə işin əsasları, səs və akustika, indi gələcək dərslərimizdə ssenari dərslərimiz başlayacaq. Yəni ümumi texniki tərəf də öyrənirik və peşəkar təcrübə keçirik tələbələrlə. Müəllim əlindəki əşyaları qoyur stola. Bizə elə buradaca söykənir, baxır ona tərəf. Ki, nəhayət ki, tapdıq. Bu, biraz baxandan sonra Fatimə girir. Fatimə girir, Şahin görən kimi biraz belə durur. Sonra baxır ki, mənim salam, necəsiz? Görür ki, mənim də buradadır. Kamera. Yes. Səs. Yes. Səhnə 9-1. Motor. Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə idarə saytında Kəlbəcərdə görüş gedir. Alo, salam Qabil, necəsən? Sağ olun, yaxşıyam. Siz necəsiz? Biz bir millət olaraq bu dövlətə, bu torpaqlara sahib çıxmalıyıq. Səndə 4-9. Bugün neçə almışsan dərsdən? Sən də bir tərəfdən yaxınlaşırsan mənə. Yaxşısan dərsinə. Müəllim belə başına yığışsınlar da doğrusu. Qabil, keç sən. Dərsə cavab verməklə özünü ağıllı hesab edirsən. Axmaq. Hünərin varsa o müəllim sual verəndə əlini qaldır. Eşitdin məni? Fikir necə yaranır, ideya necə tapılır, sonra kamera ilə iş necədir, kamera ilə işi öncədən öyrənirik, kamera ilə davranış qaydaları. Sonra planların növləri, hansı plan nə üçün lazımdır, yaradıcı çəkiliş, texniki montaj, yaradıcı montaj, kino montajı, televiziya montajı. Yəni bu üzrə biz tələbələrə peşəkar həm bunun nəzəri tərəflərini öyrədirik, həm onun peşəkar təcrübəsini eləyirik. Telefonu alırsan, əlivə çəkirsən, mahnı qoyursan, ya da çəkiş edirsən, verirsən efirə, tək ondan ibarət deyil. Çünki bu media ixtisasının içində çox dərin mənalar var. Sənət dərinlik, sənət istedad tələb eləyir. İstedaddan biraz kənara çıxan insanları bu sənət özü avtomatik olaraq kənarlaşdırır. Çünki texniki sahəsi, texniki tərəfi kənara çıxası olsaq, yəni istedad tələb eləyən, istedadlı insanların işləyə biləcəyi sahələr burada sırf yəni bacarıq, təcrübə tələb eləyir. Təcrübə üçün də təbii ki, lazımi biliklər, lazımi insanlardan dərs almaq mütləq vacibdir. Yəni mənim də ustadlarımdan bildiyim bir vacib bir anlayış var ki, yəni sənəti dərin bilib insanlara onu düzgün aşılamaq, düzgün ötürmək lazımdır. Bizim çəkilişlərdə də asiyent kimi iştirak eləyirdim arxa kadrda. Bu əslində çox qürur verici bir hissdir. Yəni Rəhman müəllimin bir asiyenti olmaq, onun
sağ əli olmaq çox yaxşı bir hiss idi. Yəni qısa bir müddətdə güvən qazanmaq. Aylar günləri, illər ayları qovaladıqca qarşımda oturan balaca, həssas, kövrək tələbələr müəyyən müddətdən sonra ixtisaslı kadrlara çevriləcəklər. Onlar mənim ilklərimdir, böyük ümidlərim var onlara qarşı. Yəni bir-birindən fərqli xarakterlərə malik, bir-birindən fərqli tələbələr olsalar da, onların da mənim kimi fikri var ki, yəni bu sənətdə möhkəmlənsinlər. Çünki müəllim olaraq həm dost münasibəti yaratmışıq aramızda. Aramızda bir sevgi bağı var ki, biz o bağın, o əlaqənin qırılmasını heç zaman istəmirik. Çünki bir müddətdən sonra onlar da mənim həmkarlarıma çevriləcəklər, mənlə bir yerdə çəkiş meydançalarına çıxacaqlar, mənlə bir yerdə hər hansı layihənin, hər hansı bir vəzifə sahibləri olacaqlar və onların uğurları mənim öz uğurum hesab olunur. Yolumuzun başlanğıcında özüm də onlara bir söz vermişdim ki, bu yolda mən də sizinlə birlikdə böyüyəcəm. Amma bəzən yox, çox vaxt mən onlarla birlikdə amma bəzən oldu ki, mən onlarla birlikdə uşaqlaşdım, bəzən gəncləşdim və bəzən elə hallar baş verdi ki, mən onlardan öyrəndim. Aramızdakı yaş fərqinə baxmayaraq, mən onlardan həqiqətən də bəzi məqamlarda öyrəndiyim bir şeylər oldu. Və bugün artıq o yolun başlanğıcındakı müəllim yoxdur onların qarşısında və artıq tələbələr də açıq-aşkar məni xarakterizə edə bilirlər ki, yolun başlanğıcında, təhsil pilləmizin başlanğıcında qarşımızda biraz qəddar, biraz sərt, iti baxışlı, iti sözlü müəllim var idisə, bugün qarşılarında həddindən artıq çox mərhəməti olan əks bir insan var. Təkcə fəaliyyətimdə deyil, digər şəxsi həyatda da mən bu qrupla ünsiyyətdə olmazdan öncə uşaqlar düz xarakterizə edirlər, çox sərt, iti sözlü, amma bugün isə mən arxaya dönüb baxanda özümü tanımıram. Onu hətta qızı kimi görürdülər məni, elə bilirdilər ki, ciddən onun qızıyam. Biz artıq yaxın olmağa başlayandan sonra mən belə artıq onu özümün qızı kimi hiss edirdim, hətta dost kimi hiss edirdim. Yəni arada müəllim, şagird, yəni elə bir şey yox idi. Sanki ciddən bir dost kimi, onu ciddən çox istəyirəm, yəni Rəhman müəllimi çox istəyirəm. Uşaqlara gəlsəm, uşaqların hər bir nəslini çox istəyirəm. Amma bizim öz düslümüz çox fərqlidir. Onlarla doldum. Demə baxma. Əslində uşaqların hər birini çox istəyirəm. Amma bizim cütlüdən təbii ki, yoxdur. Fərqli, yəni o fərqliliyimiz həmişə seçilir. Mən özüm də onsuz doluram. Onlarla keçirdiyim vaxt, keçirdiyimiz an, dəqiqə hamısı çox maraqlı olur. Yəni çox əyləncəlidir. Çünki öyrəşmədim bir müddət, sonra bir-birimizə yaxın olduq. Bu çox yaxşı gəldi. Bütün günümüz bir yerdə gedib gəlməyimiz. Məktəb vaxtı bir nağıl keçmişdik, 40-cı fənd adlı. Orada məsələn müəllim tələbəsinə 39 dənə fənd öyrədir. Gün gəlir tələbə öz müəllimi ilə qarşı-qarşıya gəlir, mübarizəyə gəlirlər. Sıra gəlir müəllimin tələbəyə öyrətmədiyi 40-cı fəndə.
tələbə özü də çaşır. Deyir ki, mənim üçün, yəni bunu öyrətməmişdiniz də, mənə bu fənni öyrətməmişdiniz. Deyir, bax bunu bu günüm üçün saxlamışdım. Sən məcazi mənada desək, mənim verdiyim, mənim doldurduğum güllə ilə məni vurmuş olursan. Yəni sanki sənin əlinə silah vermiş kimi oluram. Yəni bu hekayəni danışmaqda məqsədim odur ki, hər müəllim tələbəsinə bildiyi bütün bilikləri demir, bütün bilikləri danışmır. Amma bizim müəllimimiz bildiyi nə varsa, bütün hamısını izah eləyir. Onlar bu sahəyə maraq göstərdikcə mənim özümdə də maraq yarandı ki, mən maksimum dərəcədə öz bildiklərimi, bilmədiklərimi də hətta öyrənib onlara öyrətməyi özümə borc bildim ki, bu tələbələrin hər hansı say formasında cəmiyyətə hazır bir kadr buraxsaq, hazır bir kadr kimi yönləndirə bilsək, o bizim uğurumuz hesab olunsun. Təbii ki, şərt deyil ki, bir sinifin 20 nəfər tələbəsi varsa, 20-si də bu sahədə mütəxəssis kimi formalaşacaq, irəli gedəcək. O olmayacaq. Bəlkə də olacaq, amma biz nə qədər ki, say çoxluğundan biz onları qazansaq, o həmin o tələbələri qazanıb bu sahəyə bəxş eləsək, bu bizim cəmiyyətimiz üçün, bu bizim inkişafımız üçün, dövlətimiz üçün böyük bir uğur hesab oluna bilər. Bugün biz yolun yarısına gəlib çıxmışıq və ətrafımız, müəyyən bir çevrəmiz var. Xüsusi bir adımız, yolumuz var ki, ətrafımız mənim uşaqlarıma Media 28 ailəsi olaraqdan başqa Narıncılar adı altında da tanıyırlar. Bəzən özümə müraciətlə deyirlər ki, sizin narıncılar. Narıncıları deyirik. Narıncılardan və yaxud da narıncıların işi. İxtisasımız bizim üçün gələcəyə atılan addımdır, belə deyim. Öz dərslərimizdən əlavə praktikalar keçirik ki, onlar mənim üçün çox maraqlıdır, həddən artıq. Biri var, yəni dəftərlərə dərsi yazasan, nə bilim, gəlib danışasan. Bir də var, öyrəndiklərimi praktiki olaraq yerinə yetirəsən. Yəni onu hiss eləyirsən, kameraya toxunursan, yəni çəkiliş eləyirsən. Ümumiyyətlə komanda ilə birlikdə işləmək mənim üçün çox maraqlıdır. Komanda şəklində işləyəndə hər kəs öz üstündə, yəni məsuliyyət hissi daşıyır. Hər kəs bir avadanlığa, hər kəs bir vəzifəyə cavabdehdir. Biri işığa, biri səsə, biri nə bilim, elə mən özüm operatorluğa. Yəni mən çəkilişlərdə ən maraqlı olan, mənim üçün ən cəlbedici gələn operatorluqdur. Bu tələbələrlə çıxdığımız yola uğurla davam elədik və birlikdə beyin məhsulu olaraq bir neçə uğurlu layihə əldə elədik. ...28 may Respublika günü ilə əlaqədar olaraq tələbələrin, eləcə də bizim qarşımızda o zaman həminki dönəm üçün hamımız üçün böyük, həmçinin ilk xüsusi layihəmiz olan Vətən layihəsi var idi qarşımızda. Heç bir film səbəbsiz yaranmadı. Hamısının səbəbi oldu. Biz birləşdik, fikirləşdik ki, nə edə bilərik? Çünki fikirləşmək də özü bir təcrübədir, özü praktikadır. Fikirləşməyin növləri də fərqlidir. Yəni film üçün fikirləşmək biraz ideyanın tapılması bəs fərqli anlama gəlir. Bizim ilk filmimiz birinci kursumuzun axırlarında oldu. Düzdür, əslində biz bunları birinci kursda eləməli deyildik. Başqa siniflər 3-cü kursda olduqları şeyi biz birinci kursdan başlamışdıq. Bu məktəbdə yeganə və ilk tələbələrdən idik ki, artıq biz birinci kursdan film çəkməyə başlamışdıq. Səhnə 1, dubl 1. İlk filmimiz, ilk uğurumuz, ilk addımımız oradan başlamışdı. Bu bizim hər birimiz üçün çox həyəcan verici, qürur verici hiss idi ki, biz ilk dəfə idi ki, kamera qarşısına çıxırdıq, ilk dəfə idi bir filmə çəkilirdik. Hər birimizdə həyəcan var idi ki, birdən alındırmarıq, birdən nəyi səhv edərik. Məncə bizim bu 2 il ərzində başardıqlarımızı nəinki məktəb üzrə, belə universitetdə falan da çox az da məncə başaran olubdu. İlk dəfə kamera qarşısına keçirik, hamımız çox həyəcan içində.
avadanlıqlarla yeni-yeni tanış oluruq. Yəni dərsdən əlavə ilk dəfə praktiki dərs keçirik. Düzdür, istehsalat dərslərimiz olurdu. Belə başa salırdı. Müəllim gətirib bizi kamera ilə tanış eləyirdi. Amma çəkiliş etməyin, yəni ilk dəfə idi çəkiliş eləyirdik. Yəni o çox həyəcanlı idi hamımız. Necə ki, günü bu gün kamera qarşısında həyəcanlanırıq, eləcə də elə. Çünki ilk həyəcanımızı, ilk hisslərimizi biz vətəndə görmüşük, vətən praktikimizdə görmüşük. Vətən filmində arxa fonda iştirak eləyirdim. İşıqçı kimi görürdüm ki, get-gedə daha da həvəsim artmaqdadır. Arxa kadrda çox gözəl işlər gördük, çox gözəl təcrübələr qazandıq. Mənim öz səhnəmi 27 dublə çəkmişdik. Burada alınmayan dublların sayı təxmini 10 olardı. Çəkiliş zamanı kameraya kənar hadisələr daxil olmuşdu. Məsəl üçün sizə kənardan keçən kamazın səsimi deyim, məktəbə fövqəladaların gəlməyimi deyim, müəllimin həyətdə gəzən uşaqlara qışqırmağımı deyəm. Səhnə 1, dubl 1. Gəl Rıza. Səhnə 1, dubl 3. Gəl Rıza. Səhnə 1, dubl 4. Rıza gəl. Səhnə 1, dubl 8. 10 yazılar, 9 da. Sonra yaxşı Çıx kadrdan. Səhnə 1, dubl 10. Miniç maşını altıydı. Səhnə 1, dubl 11. Bir dənə dayanın da. Rıza məsələn bizə çəkilişdə çox zülm verdi. Günü bu gün çəkiliş olanda heç birimiz, yəni sərbəst işlərdə Rızanı aparmırıq. Çünki hamımızın üzünü çox güldürür. Yəni belə real həyatda çox danışıb şən uşaqdır. Sadəcə çəkiliş vaxtı bizim üçün problem yaradır. Yəni onu 22 dubla çəkmişik səhv eləmirəmsə. Tələbələrin həm ön planda aktyor kimi görünməsini təmin elədik, həm də eyni zamanda kimlər ki kadr önündə idi, digərləri kadr arxasındaydı, kimlər kadr arxasındaydı, növbəti kadr önünə keçdilər və orada iştirak elədilər. Vətən filmimiz ilkin olaraq bizim Media 28-in ilk addımı idi. Ssenarini ilk oxuyanlardan biri məhz özüm idim. Orada oxuyub sonlananda bir müəllim obrazı var idi və o həmin müəllim obrazı da məhz mənim özüm idim. Amma başda da müəllimin qeyd etdiyi kimi, yəni istəməzsəm bunu icra etməyə də bilərdim. Amma mən o həmin cümləni tamamlanmağa macal vermədim. Yox, icra edəcəm, böyük məmnuniyyətlə hətta icra edəcəm. Rəhman müəllim bizə bir ssenari gətirdi. Şeiri kupletlərə bölüb uşaqlara paylamışdı ki, hər kəs bir-bir deyəcək. Hər uşaq deməsə belə, demək olar ki, sinifin yarısı deyirdi, yarısı da arxa planda işləyirdi. Yəni heç kimi işsiz qoymadı müəllim. Hər kəsə bir iş, bir məsuliyyət tapşırdı. Operatorlara bölündü uşaqlar. Hər kəs bir-bir bölündülər. Beləliklə biz başladıq Vətən filmini çəkməyə. Gönlümün sevgili məhbubu mənim. Vətənimdir, vətənimdir, vətənim. İlk işimiz oldu, ilk uğurumuz oldu. Yəni bu həm də bizim üçün praktika idi. Kamera ilə tanışdıq idi. Yəni bura gəlmədən əvvəl kamera, mikrofon, yəni bunların heç birinin anlayışım yox idi. Düşünürdük ki, kamera qarşısında görsən necə görsənəcəyik. Hamımız necə deyim, həyəcandan çaşırdıq. Birimizi gülmək tuturdu, amma çox maraqlı idi. Hələ üstəlik mən kamera arxasında ilk dəfə
operator kimi də çalışmağa başlamışdım. O gün mənim üçün çox maraqlı idi. Vətən filmi adından da göründüyü kimi vətənə olan sevgimizi biz şeirlə çatdırmağa çalışmışıq. Rəhman müəllim şeiri hər bir uşaq arasında bölmüşdü. Mənim bu filmdə 2 rolum var idi. Bir uşaqlarla söhbət elədiyim, bir də axırda şeir deməyim baxışlarla. Mən orada şeir deyirdim. Şeir deməyə çalışanda yəni çox səs-küy olurdu. Yerə gəlirdi, məsələn, xadimə xalalar gəlirdi, qapıları açırdı, imkan vermirdilər çəkiliş eləyə. Biz ona görə qalxırdıq, sinifdə səs yazmağa çalışırdıq. Bir də saxlaram gözlərimizdə onu mən. R hərfi eşidilmirdi nə olar ki, saxlaram gözlərim üstə onu mən. Yəni elə vaxt olurdu ki, uşaqlar gəlmirdi, yerlərində durmurdular, çətinliklərimiz olurdu. Amma yenə də biz başardıq. Ölərəm əldən əgər getsə vətən, sadəcə orada ön kadrda iştirak eləmişdim, arxa kadrda bir iştirakda bulunmamışdım. İlk his, ilk həyəcan, ilk sevinc, ilk kamera, yəni çox fərqli hisslər idi. O bizim ilk uğurumuz idi. Nə qədər olmasa işıq haqqında, səs haqqında heç bir şey bilməsək belə, yenə də özümüzü təcrübələndirmək istəyirdik. Çəkib bitirəndən sonra artıq nə də olmasa çəkilişlər etməsək belə, arxa kadrda Rəhman müəllim bizə keçdiyi dərslər, yazdırdığı, öyrətdiklərindən öz səhvlərimizi tuta bilirdik. Yəni onları gələn səfər edəcəyimiz çəkilişdə etməyək deyə. Yəni müəllim bizə artıq o qədər dərinlikləri öyrətmişdi ki, biz çalışdıq ki, hər zaman hər iş, yəni hər uşaq öz işində məsuliyyətli olsun. Bacardılar da. Nə qədər ilk həyəcan, ilk stres, kamera qarşısında ilk duruş çox həyəcanlı idi. Çünki ilk dəfədir uşaqlar olaraq biz kamera qarşısına çıxırıq. Yəni bu sənətlə heç nə bilməyən uşaqlar ilk dəfə kamera qarşısına çıxır, kamera da işləyir, səs də işləyir. Çox həyəcanlı idi amma çatdırdıq. Yəni Vətən filmini artıq təhvil verdik Rəhman müəllim sayəsində. Hətta Nərmin müəllim də orada rol almışdı. Bütün uşaqlara rol düşmüşdü. Vətən layihəsi məni çox uzaq illərə aparmışdı. Bir vaxtlar çünki məndə müəllim olmasından öncə qərarım məhz bu uşaqlar kimi kino, teatr sahəsində çalışmaq idi. Özümün ona xüsusi marağım var idi. Ətrafımdakılar da bunu bilir və indi günlər keçdikcə, aylar ötdükcə mənim ətrafımdakılar da deyir ki, sən sanki öz muradına yetişmisən, öz istəyinə gəlib çatmısan. Sənan, ən son olaraq nə düşünürsən? Vətəni sevməmək mümkündürmü? Vətəni sevməyən insan olmaz. Olsa da ol şəxsdə vicdan olmaz. Vətəni sevməyən insan olmaz. Olsa da insanda vicdan olmaz. İlk filmimiz 1-ci kursda oxuyuruq. Belə deyimsə ki, yəni məktəbdə nə qədər tələbələr, nə qədər qruplar, yəni hamısı sırf Media 28 1-ci kursun çəkdiyi bu filmdən danışır. Biz bu proyekti ərsəyə gətirdikdən sonra məktəb tərəfindən mükafatlandırıldıq və bu bizim üçün bir motivasiya oldu. İçində vətənpərvərlik olan istəyir müəllimi, istəyir tələbəsi, yəni hər hansısa bir baxıcının, yəni izləyicinin nəsə təəssüratını ala bilirdik. Yəni mimikalarından belə hiss edirdik ki, o təəssüratı biz ala bilirik. Bu bizim ilk addımımız, ilk xüsusiliyimiz, ilk həyəcanımız olmağına baxmayaraq kütlə tərəfindən böyük maraqla qarşılanmışdı və təqdimatımız da çox uğurla keçmişdi. Artıq 2-ci kursa doğru inamla addımlayırdıq. Kənardan gələn reaksiyalar, insanların münasibəti, tələbələrin özünün həyəcanı, sevinci mənim üçün dünyalara dəyərdi həqiqətən. Çünki bu, yenə deyirəm, ilk addım idi.
Qarşıda Zəfər bayramı gəlirdi və gənclərin bu bayrama özəl, bu günə özəl qarşılarında böyük bir layihələri var idi. Bu bizim adı bütün dillərə dastan olan qisas layihəmiz idi. Bu qisas o qisasdır ki, biz tarix olaraq, tarix ana etibarı ilə millət olaraq biz öz düşmənlərimizdən qisasımızı aldıq. İstər kiçik, istər böyük, hərə öz qisasını öz işi ilə, öz gördüyü, təşəbbüs göstərdiyi işləri ilə həyata keçirdi. 44 günlük müharibədə qələbə qazandıq, torpaqlarımızı azad elədik, şəhidlərimizin qanı yerdə qalmadı. Bu qisas filminin fikri, mənası o idi ki, yəni biz düşməndən millət olaraq qisasımızı aldıq. Şahinin timsalında bütün şəhid övladlarının qisası alındı. Ssenari ilə tanış olarkən o qədər də qarşımızdakı işin asan olmayacağını artıq bilirdik və bu işin obrazlardan ən çox müəllim və onun qarşısındakı tələbəsinin öhdəsinə, çiyinlərinə düşdüyünü artıq açıq-aydın görmüşdük. Onun atası aprel döyüşlərində şəhid olub. O atasının qisası hissi ilə, onun qüruru ilə yaşayır həmin o tələbə. Hansı ki, məktəblidir, yəni yaşı çatmır döyüşməyə. Günlərin bir günü xəbərlərdə eşidir ki, döyüş başlayıb və bu Şahinə bir növ fürsət olur ki, necəsə getsin, xahiş eləsin, yəni komissardan xahiş eləsin, kimlərəsə desin ki, bunu da müharibəyə aparsınlar və bu atasının qisasını alsın. Çünki o övlad olaraq, bu millətin vətəndaşı olaraq heç cür atasının şəhid olmasından, atasının ölümü ilə barışmırdı. Çünki o barışa bilmirdi ki, düşmən onun atasını niyə öldürüb, nə üçün öldürüb. Mən müharibəyə getmək istəyirəm, qeydiyyata gəlmişəm. Salam. Adın nədir? Özü təqdim elə. Zəfərzadə Şahin. Əskərlikdə harda olmusan? Əskərliyə getməmişəm. Sənin neçə yaşın var? Neçə yaşın var? Ssenarini başdan tam səmimi olaraq yazdıq. Yəni mənim üçün kamera arxasında çalışmaq, kameranın önündə görsənməkdən daha üstündür. Çünki onun məsuliyyəti, onun ağırlığı, günün sonunda hamımızın yorğunçuluğu bizi insanda tam fərqli hisslər yaradır. Həmçinin həmin müddətdə dərs prosesinin də ardı-arası kəsilməməli idi. Dərsdən sonrakı çəkilişlər, bəzən qeyri-iş günlərindəki çəkilişlər, çünki qarşımızdakı müddət çox az idi və biz çatmalıydıq və işin öhdəsindən layiqincə gəlməliydik. Çünki bu iş tələbələrin işi olduğundan əlavə, həmçinin vətən uğrunda canından keçənlərin ruhuna bir ithaf idi. Şahinin atasının qisasını biz millət olaraq aldıq. Yəni Şahin gedib müraciət elədi komissarlığa. Komissarlıq onun yaşının az olduğuna görə icazə vermədi. O hətta dostlarına da dedi ki, mən nəyin bahasına olursa olsun o müharibədə iştirak etməliyəm, atamın qisasını almalıyam. Mən bir yol tapıb gedəcəm ora. Mütləq gedəcəm. Mütləq. Amma dövlətin qanunu olaraq icazə yoxdur ki, yaşı çatmayan müharibəyə getsin və orada iştirak eləsin. Bu səbəbdən də Şahin o müharibələrdə iştirak eləməsə də bu müharibəyə başqa bir özünün təşəbbüsü ilə başqa bir xidmətlər göstərdi və bu da müəllimi tərəfindən, anası tərəfindən narahatçılıqla qarşılandı ki, Şahin hardadır? Biz burada göstərmək istədik ki,
Şahin az da olsa atasının qisasını alınmasında müəyyən bir xidmətlər göstərdi. Bu Şahin obrazını çəkilməsinin birbaşa özüm təşəbbüs göstərərək sənanı fikirləşib yazmışdım. Çünki Vətən filmində onu kəşf eləmişdim. Yəni bir kino rejissor olaraq onun baxışlarının, üz cizgiləri yadımda qaldığı üçün bu mövzunu işləməyə başlayanda artıq o gözümün qabağında canlandı. Bundan əvvəl ssenari təqdim etməzdən əvvəl mən gördüm ki, Rəhman müəllim Sənanla qıraqda nəsə danışırlar. İkisi sadəcə. Dedim ki, bunlar nə danışa bilərlər? Yəni danışa bilərlər təbii ki. Yəni ona sözüm yoxdur, amma gizlincə nə danışa bilərlər gizli bir yerdə? Mənə bir söz demişdi ki, mən bu ssenarini sırf sənin üstündə düşünüb yazmışdım, Qisas filmini. Qisas filmini demək olar ki, ən uğurlu işlərimizdən biridir. Çünki Qisas filmi digər filmlərə baxarkən daha uzun qısa metrajlı filmimizdir. Qisas filminin sayəsində bizim uşaqlarımızın da uğurları oldu. Yəni uğurları oldu deyəndə bununla bağlı təşəkkürnamə, sertifikat aldıq. Çünki Qisas filmi möhtəşəm bir film idi. Sırf özüm oynadığım üçün demirəm, həqiqətən möhtəşəm bir film idi. Sənan öz işini çox-çox yaxşı görmüşdü. Çünki onun tam üz quruluşu, xarakteri, yəni mimikaları tam o rol üçün idi. Zəfərzadə Şahin adı. Burada Zəfər günü ilə bağlı idi. Şahin də xəritəmizlə bağlı idi. İşğalda olan torpaqlarımızı azad etdikdən sonra xəritəmizin Şahin formasını alması, buna görə də yəni Şahin adını verməyimiz daha məntiqli oldu. Ssenari tam beyin məhsuludur, beyin istehsalıdır. Amma mən inanıram ki, bu mövzu mütləq ki, real olaraq hansısa ailələrdə var. Çünki bir çox ailələrdə şahinlər var. Yəni bu Şahinin timsalında o övladlar var ki, ataları şəhid olub və o qürur hissini, o qisas hissini onlar yaşayırlar. Ramin söndür, yandır. Yaxşıdır, yandır. Bura bilirsə verəcək. Evlərdə 7 saat ayaq üstə qaldıq, kadrlar çəkdik. Bu tələbələrin hamısı özləri həm rejissorluq elədilər, həm çəkildilər, həm səs operatoru oldular, səs rejissoru oldular, montajçı oldular, operator oldular. Qisas filmində həm ön planda, həm də arxa planda iştirak edirdim. Arxa planda işıqda işləmişdim, hətta aktyorluq belə eləmişdim, operatorluq eləmişəm. Düzdür, bizim üçün biraz çətin olsa da bu çəkiliş, amma yenə də bunun öhdəsindən gəldik. Arxa kadrında işləyirdim, bir-iki kadr səhnələrində də görünürdüm. Əsasən arxa kadrda işıqçı olaraq işləyirdim. Şahin şəhidlik özü bir zirvədir, fəxrlə atanla heç yerində fikrin eləmə sözünü orada mən demişdim. Yox da yox, alınmır. Yəni istəsəydə alınması bir şey də deyil axı bu. Şahin, şəhid olmaq özü də bir zirvədir, fəxrlə atanla heç yerində fikrin eləmə. Arxa kadrda isə səs rejissoru idim. Orada bütün səsləri mən nəzarət edirdim. Baş rolda olan şəhid övladının ən yaxınıyam, belə deyim. Ən yaxını kimi rolda çəkilirəm. Hansı ki, o cəbhəyə gedib əsgərlərə köməklik eləmək üçün yardıma gedəndə məndən başqa heç kimin xəbəri yox idi. Heç ailəsinin belə, anasının belə xəbəri yox idi. Sırf mənə xəbər verib getmişdi. Mən orada müəllimlə üzləşirəm. Müəllimə Sənanın, daha doğrusu rolda Şahinin cəbhəyə getdiyini deyirəm. Salam müəllim, necəsiz? Şahin də gəlib ki. Salam Fatimə. Şahin hara getmişdi ki? Müəllim o mənə demişdi ki, cəbhə bölgəsinə gedəcək. Əsgərlərə aparılan yardımların daşınmasına kömək eləyəcək. Yəqin işi qutarıb, ona görə gəlib. Bundan heç kimin xəbəri yox idi, təkcə mən bilirəm. Çəkiliş ağır idi, amma vaxtımız az idi. Bir həftə ərzində bu filmi istehsal elədik. Müəyyən məkanlarda çəkilişimiz oldu. Ev məkanımız var idi, hansı ki Şahin orada yaşayır və onu bir çox evlər axtarsaq da müəyyən məsəl üçün problemlərlə yaşandı ki, bəzi icazə olmadı, bəzən istədiyimiz üslubda olmadı ev. Amma nəhayət öz tələbəmiz Əminəgilin evində çəkəsi olduq. Birinci evdəkilərdən xəbərsiz dedim ki, müəllim bizə gəlin, amma ki evdəkilərin razı olacağını yəni o qədər də düşünmürdüm.
Elə oldu ki, evə getdim. Evdəkilərə dedim ki, yəni mən istəyirəm, anama da, birinci anama, sonra atama dedim ki, istəyirəm ki, çəkiliş var. Yəni başqa yerlərə gedəcəyimizə, başqa məkanlar axtaracağımıza evimiz yaxındır. Bizdə çəkilsin rahat, həm də öz evimizdə rahat olaram. Yəni onlardan yəni yaxşı, əslində bir müsbət cavab gözləmirdim, amma ikisi də məni təəccübləndirdilər. Həqiqətən canla başla razı oldular. Elə oldu ki, biz qisası bizim evdə çəkdik. Arada televizora baxın, çünki yüzünüz çox qapalı qalmasın. Su. Salam Şahin, necəsən? Qabil. Qabil, Şahin necə? Bəli. Aha. Yaxşı oldu. Cavab ver də, Qabil. Yox, məşq eləyək. Aha. Sağ olun, yaxşı. Siz necəsiniz? Orada da fikir verirsinizsə, içi o evin Əminəgilin evidir, amma çölü isə tamamilə başqa bir evin ümumi planıdır ki, orada istifadə eləmişik. Bu da çəkilişdə olunan texniki gedişlərdir, montajda istifadə olunan variantlardan biridir. Şahinin yuxuya dalmasını biz gecə kimi göstərməliydik, amma biz səhər çəkdik, gündüz vaxtı çəkdik. Necə etdik biz onu? Birinci, otağı qaranlıqlaşdırdıq. Məsələn üçün pərdələri bağladıq. Otağa qaranlıq vermək üçün qaranlıq kimi göstərmək üçün bir işıq verdik. Fortskaya qara dəsmal bağladıq. Yəni bildiyiniz biz ancaq otağı qapqara elədik. Bəzən tamaşaçılarda sual yaranırdı ki, Şahin niyə hərbi formada gəldi məktəbə müəlliminlə görüşməyə? Bu əslində mətinaltı məna olaraq biz orada çatdırmışdıq və böyük təsirli bir səhnədir mənim üçün. Çünki Şahin böyük qürur hissi ilə, böyük bir yəni əzmlə, böyük bir sevinc hissi ilə o atasının geyindiyi hərbi formanı geyinib məktəbə gəlmişdi. Çiynində də atasından qalan Azərbaycan bayrağı. Yəni bu bir vətəndaş olaraq hamımızda, hər bir insanda həm qürur dolu anlar yaşatdı, həm biraz kədərli anlar yaşatdı və bu Şahinin timsalında bütün şəhid övladları, bütün Azərbaycan övladlarının necə qürurlu, necə qisas hissi ilə yaşadıqlarını görürdük. Hələ də danışarkən belə tüklərim biz-biz olur. Yəni çox qəribə bir hissdir. Yəni hələ də onun baskısı altında qalmaq, onun o filmin təsiri altında qalmışıq. Sənan o qədər gözəl rol aparırdı ki, musiqilər falan hər şey o qədər yerinə düşmüşdü ki, çox gözəl bir proyekt ortaya sürdük və hər kəs bunu çox bəyənmişdi. İki başrol var idi. Bir Şahin idi, bir də onun müəlliməsi. Yəni biz cəmiyyəti ön plana çıxardıq. Biz anası da, Şahinin anası da filmdə narahat qalırdı övladından, təbii ki, bütün valideynlər kimi. Ancaq biz cəmiyyət tərəfindən müəllimin tələbəyə nə qədər bağlı olduğunu, onun narahatçılığını keçirdiyini ön plana biraz çıxartmışdıq. Bu da Nərmin müəllimə çox ustalıqla öhdəsindən gəldi bu ağır rolun. Və 6 noyabr məhz filmimizin təqdimatı idi. Bu film nəinki ətrafımızda, çevrəmizdə səsi sorağı deyərdim ki, bölgələrdən gəlirdi. Böyük alqışla, böyük sevinclə qarşılandı. Hətta insanlar göz yaşlarının içərisində baxdılar filmə. Bu da təbiidir. Həm qürurdan göz yaşları axıtdılar insanlar, həm sevinç hissi ilə, həm kədər hissi ilə. Çünki böyük bir zəfər müharibəmizə, böyük bir zəfər tariximizə həsr olunmuş bir film idi. Biraz çətin idi daha doğrusu mənim üçün. Niyə? Çünki orada fərqli belə deyək ki, duyğulara girməli idim. Həm ciddi olmalıydım, ağır olmalıydım, həm də ki bir tərəfdən kədərli oynamalıydım, yəni ağlamalıydım. Bizə tərtibnamələr veriləndə biz koftalar geyinmişdik, şəhid koftaları. Burada
Nərmin müəllim, Rəhman müəllim də bizə qoşulmuşdu. Çox qürur verici bir an idi. Çünki o an bütün hər kəsin gözü bizim üstümüzdə idi, narıncılar olaraq. Direktor, dekan, hətta başqa adamlar belə oturmuşdu. Biz onun üçün şəhid köynəkləri hazırlamışdıq, bütün uşaqlar. Hətta Rəhman müəllim və Nərmin müəllim də bizə qoşulub şəhid köynəkləri geydilər. Yəni hər müəllim bunu etməz. Hər aksiyona gedəndə oradakı uşaqların diplom aldığını görəndə çox həvəslə baxardım və bir anlıq özümü orada xəyal edərdim. Yəni bir xəyal idi mənim üçün. Çünki o alqışlara sahib olmaq, o qədər insan içində, direktorlar içində, zabitlər içində, tələbələr içində, müəllimlər içində mən o diplomu almağı çox istəyirdim. Yəni o mənim arzularımdan biri idi və Qisas filmindən sonra bu arzum xəyal olaraq qalmadı, həyata keçdi. Yəni çox ayrı hisslər idi. Yəni ora çıxıb diplom almaq, o alqışlara sahib olmaq mənim ilk uğurum idi. Mən hələ də o videoya baxanda duyğulanıram və uğurlarımın ardın gələcəyinə əminəm. Rəhman müəllim, Nərmin müəllim çıxış elədi, bizim qisasla bağlı məlumatlar verdilər. Hər kəsin gözü kədərli, qəmli idi, amma bir o qədər də hamı qürurla baxırdı bizə. Qisas filmi, mən nə bilim, mən hələ də özümə gələ bilmirəm. Sanki o hər epizodunda mən necə hönkür ağlayıb hıçqırırdım, elə bilirdim indi ürəyim gələcək. Ay uşaqlar, başda Rəhman müəllim olmaqla filmi o qədər gözəl yaratmışsınız ki. Az müddət keçəndən sonra filmin daha bir həyəcanını yaşadıq bu filmlə bağlı, bu layihə ilə bağlı. Uşaqların ilk efir həyəcanı oldu. Hər yerə səs salan Qisas filmimiz, hansı ki televiziyada yayımlanmışdı. Mənim atam aprel döyüşlərində şəhid olub. İndi onun qisasını almaq istəyirəm. Dünəndən etibarən ordumuz əks hücum əməliyyatlarına başlamışdı. Mən müharibəyə getmək istəyirəm. Oğlum, sənin yaşın çatmır. Mən bir yol tapıb gedəcəm ora. Hamı buradadır, bəs Şahin hardadır? Bayaqdan Şahinə zəng çatmır. Dedim bəlkə sizdə olar. Kim olsa Şahin kimi düşünərdi. Atası da mərd adam olub. Bütün atalarımız kimi. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların qanı yerdə qalmadı. Ruhları şad olsun. Qisasın yerdə qalmadı, ata. Televiziyada yayımlandı. Onunla biz tanınmış olduq. Yəni onun uğurumuz daha çox böyük oldu Qisasda. İlk gələn kurslar, bizdən kiçik kurslar bizi sırf o filmə görə tanınmışdılar. Daha çox belə maraq cəzb edirdi, daha çox birdən-birə bəyənilər, baxışlar falan. Yəni hər yerdə məşhurlaşdı da demək olar ki, o film hər yerdə yayımlandı. Bizim bu filmdən sonra müəyyən kəşflərimiz oldu ki, həmin tələbələri məhz həmin filmdən sonra biz kəşf etdik, ortaya çıxarmış olduq. Şahin kimi bütün Azərbaycan övladları, bütün şəhid övladları artıq başı dik bu Azərbaycanda qürurla indən sonra ömür boyu yaşayacaqlar. Qisasın yerdə qalmadı, ata. Artıq mən çox xoşbəxtəm. Həm ona görə ki, sənin evladınam. Həm ona görə ki, Azərbaycan kimi vətənim var. Həm ona görə ki, qeyrətli dostlarım, qeyrətli müəllimlərim, qeyrətli anam var. Ruhum şad olsun, ata. Ruhum şad olsun. O cür Rəhman müəllim bizlə yox idi, onun bir-iki işi çıxdığına görə getmişdi. Qisas filmində aldıqları diplomu mənə necə xüsusi təqdim etdilərsə, o mənim üçün çox duyğusal bir anlar yaşatdı, çox sevincli anlar yaşatdı. Sonradan biz ona ayrıca da sürpriz eləmişdik o günü, yəni fəxri fərmanlarla əlimizdə onu qapıda qarşılamışdıq.
düşünürəm ki, bu təşəkkürnamələrin və fəxri fərmanların bu 2 il ərzində davamı gələcək və çox davamlı nailiyyətlərə imza atacağıq. 2 uğurlu işdən sonra həm fikirləşdik ki, fərqli janrda bir film işləyək, filmin növünü işləyək. Düşündük, nə edə bilərik? Çox götür-qoy elədik. Detektiv fikirləşdik, serial fikirləşdik. Bir çox fikirlərə gəldik. Elə tələbə müəllim olaraq oturub onun müzakirəsini apardıq. Bu müzakirədən sonra qərara gəldik ki, sosial çarx eləyək. Sosial çarxın sınaqdan keçirdək, həm təcrübəsini eləyək. Artıq demək olar ki, tələbələr bütün texnika ilə tanışdılar, işıqla tanışdılar, işığın necə qururlar, kamera ilə necə işləyirlər, ssenarinin yazmasını ilkin olaraq təcrübəsini keçirdiblər. Və nəhayət gəldik qərara ki, sosial çarx çəkək. Həmin vaxtda da ətrafımızdakı yaşananlar sosial şəbəkələrdən, eləcə də televiziya kanallarından biz cəmiyyətdə bəzi baş verən xoşagəlməz anları tələbələr arasında, məktəb şagirdləri arasında baş verən bəzi mənfi məqamlar var idi ki, biz də həmin mövzuya toxunmuşduq, onu qabartmağa, ictimailəşdirməyə çalışmışdıq. Sosial şəbəkələrdə biz zorbalığa məhkum olan insanlar görürdük axır zamanlarda. Sosial şəbəkələrdə yayılan bəzi videolar, bəzi hadisələr çox gündəm olmuş olduğu üçün ondan əsas götürərək belə bir proyekt gəldi ağlımıza. Biz zorba sosial çarxını ortaya çıxartdıq. Bir tərəfdən saf, bir tərəfdən mülayim, bir tərəfdən mərhəmətli olan tələbələr burada daha qəddar, daha zalım, daha zorba şəklində qarşımıza çıxacaqdılar. Bu kimi hallar baş verir və bunu açıq-aşkar sosial şəbəkələrdə yayırlar və yaxud da ki, sosial şəbəkələr olmasa da belə tələbələr arasında baş verir və bu ailələrə gedib çatmır. Tələbə gedib anasına, atasına, valideynlərinə bunu danışa bilmir. Ya çəkinirmi, ya utanırmı, ya qorxurmu? Qorxur ki, söhbət böyüyər, daha da şiddətlənər. Yəni bu kimi hallar baş verir cəmiyyətdə. Bu da məni bir fərd olaraq, bir şəxsiyyət, bir bu millətin, bu cəmiyyətin üzvü olaraq narahat elədiyi üçün mən fikirləşdim ki, zorbalıq haqqında bir sosial çarx çəkək. Yenə Rəhman müəllim bizə bir ssenari təqdim etdi. Hər uşağın öz xasiyyətinə uyğun bir proyekt idi. Yəni filmimizin adı Zorbadır, sosial çarxımızın adı Zorbadır. Ona uyğun bizə təqdim etdi. Zorbanın da belə deyim, baş rolu olmasa belə o hər şey Elgünə bağlı idi. Yəni Elgün necə rolunu düzgün oynasaydı, filmi uğura aparacaqdı ki, oynadı da. Even from far away. Now what do you say? You want it so bad they tell you it's too late. I wouldn't get in the way. Don't worry, skin soldier, you'll find me. İlk baxandan sonra çox maraqlı gəlirdi ki, nə baş verəcək bu filmdə, nə olacaq? Yəni Zorba filmində nə baş verəcək ki, bu uşaqlar yəni bu günə düşürlər. Mən də orada mənfi rol almışdım. Dərsə cavab verməklə özünü ağıllı hesab edirsən. Axmaq. Hünərin var, sabah müəllim sual verəndə əlvi qaldı. Eşitdin məni? Burada mənfi və müsbət rollar var idi. Artıq uşaqlar aktyorluğu məncə tam da bacarmışdılar. Yəni artıq öyrənmişdilər necə davranacaqlarını, necə danışacaqlarını bilirdilər. Burada baş rolda Elgün idi. Elgün o qədər yıxılmış ki, cidden artıq dizləri yara olmuşdu. Çünki çox çətin idi. Qabilin onun ayağına vurması, yıxılması. Yəni hər kəs məncə burada öz rolunu, öz işini çox-çox yaxşı görmüşdü. Həm arxa kadrda, həm də öndə. Orada mən mənfi roldaydım. Yəni bu sosial çarx mənim üçün maraqlı idi və demək olar mənim üçün necə deyim, ilk çıxış idi. Zorbada mənfi rolda iştirak edirdim
Mənfi rolda iştirak eləməyimə baxmayaraq, arxa fonda da iştirak edirdim. Çəkilişdə ən çox belə gülməli hadisə gələn mən öz qohumum olub Elgün, onun yıxılmaq səhnəsi olub. Düzdür, deyirlər belə yıxılan gülmək olmaz, amma həqiqətən də çox gülməli idi. Düzdür, belə deyəndə gülməli gəlməz, olanı yaşamaq lazımdır. Posterin üstündəki də bizim çox fərqli tələbəmiz sakitliyi ilə, tam da elə orada oynadığı obraza çox yaxın duran Elgün idi. Elgün, əgər Sənanımız qisasdan sonra bir ulduza çevrilmişdisə, Elgün də özü demişkən Zorbadan sonra bir ulduza çevrildi. Yuxarıda gördüyünüz posterdə, yəni Zorba, orada gördüyünüz kimi yəni ulduzam. Yəni özümü tərifləmək kimi olmasın. Mənim üçün biraz çətin oldu. Yəni orada yıxılmaq səhnəsi, biraz evdə məşq elədim, biraz müəllimin dəstəyi altında. Yəni burada mənə çox kömək oldular. Ağıllı. Jüli sağmısan dəstə? Yaxşı yox, sənə dəstərini. Buna köynəli geyinmirsən. Ayrı köynən yoxdur. Yaxşı, git. Yəni, buna demək istəyirəm ki, Zorbanı dayandırın. Bir mövqe tutun. Kömək əli uzadın. Ətrafınıza nəzər yetirin. Nə qədər ki, gec deyil. Zorbalığı dayandırın. Sosial çarxın bir qanunu qaydası var ki, hər şeyi abardıcı şəkildə göstərməlisən tamaşaçıya. Biz də orada bütün hadisələri qabarıq şəkildə vermişdik. Hansı ki, günü bu gün çox insan razılaşmır ki, zorbalıq deyə bir şey yoxdur. Amma hansı ki, kimsə nəyəsə xatir, nəyinsə xətrinə susur. Yəni, nəsə qorxuya mı görə deyim, yəni nəyinsə, necə deyim, qarşılığını kəsir, onun qarşısına bardur atır ki, hansısa səbəblərdən o zorbalığı üzə çıxarmasın. Amma ola bilməz ki, gün ərzində heç kim heç bir zorbalıqla qarşılaşmasın. Orada da arxa kadrda geyim məsləm olaraq işləyirdim. Rolda isə mənfi roldaydım. Mənfi rolda oynadığım üçün yəni bir qızı itələməliydim. Real həyatda heç bir elə bir münasibət yaşamırıq. Zorba filmdə mən əsasən mənfi rol qəhrəmanı idim. Həm də ki, kadr arxasında işıqçı olaraq da işləyirdim. Zorba sosial çarxımız bir mesajdır. Yəni Zorba burada uşaqların mənfi və müsbət xarakterli oynaması lazım idi. Mən əlbəttə ki, burada fərqli olaraq mənfi rolu təmsil edirdim. Orada mən müsbət rolunda iştirak etmişdim. Həm də arxa kadrda yenə qisasda kimi səs rejissoru idim. Beləliklə Zorba filmi də hazırlandı. Zorba filmi də bitəndən sonra təbii ki, ona da baxışlar keçirildi və çox bəyənildi. Yəni hər kəs deyirdi ki, bu uşaqlar necə belə aktyorluq edə bilərlər. Yəni belə baxanda Zorba 5 dəqiqəlikdir. Lakin bizim 5 dəqiqəmizi almayıb, 2 həftəmizi alıb, 6 bazar demədən, həftə sonu demədən hər zaman gəlib çəkilişimizi edirdik. Yerdən kameraya nəzarət eləmək mənim üçün daha çətin idi. Hansı ki, bütün çəkilişlərdə can atıram ki, sırf qəşəng kadr alındıra bilək, gözəl bir, göz oxşayan bir kadr əmələ gətirək. Kompozisiyası, ekspozisiyası hər biri yerli yerində olsun. Zorba sosial çarxı film üslubunda çəkdik. Ümumiyyətlə sosial çarx filmin bir
qoludur, bir janrıdır. Çünki orada dialoq da var, aktyor oyunu da var, orada bir mesaj var. Əsasən sosial çarxın yəni üstün cəhəti birbaşa mesajdır. Rəhman müəllimin bunu indidən bizə öyrəşdirmək çox gözəl bir uğurdur. Yəni gələcəyə doğru uğurlu kadrlar yetişdirir. O uğurlu kadrlardan biri də mənəm və yaxud qrup yoldaşlarımdır. Yəni mənim bu günə yaşıdlarımdan fərqim odur ki, gəlib bu yaşımda bu ortamdayam. Yəni hər insana nəsib olmur. Kollektivimiz çox gözəldir, həddən artıq. Münasibətlərimiz çox yaxşıdır. Yəni mənim bu gün burada olmağımın ən böyük səbəbi mənim ixtisasımın arxasıca düşməyimə səbəbkar olan anamdır. Çünki hər bir valideyn övladını uğurlu addımlarda görmək istəyir. Ona buradan təşəkkür edirəm. Yaxşı ki var. Sırf onun əziyyətinin qarşılığı olaraq mən onun əziyyətini yerdə qoymayacağam. Yorğun, gərgin iş rejimini heç nəyə baxmayaraq sonlandırdıq, uğurla sonlandırdıq və hər dəfə baxanda bir yenilik tapdığımız bir uğurlu layihəyə imza atmış olduq. Festival mərhələsi yaşayır Zorba. Festivalda iştirak eləyəcək və böyük auditoriyaya təqdim olunacaq. Onun baxışı keçiriləcək və bunun bizim üçün yeni bir uğurdur. Tələbə müəllim heyəti olaraq biz gedib onun ictimaiyyətə təqdim olunmasında birlikdə yaxından iştirak eləyəcəyik və müsabiqənin sonunu gözləyəcəyik ki, bu sosial çarxın, yəni bu filmlər sosial çarxlar arasında yarışda neçənci yer tutacaq, hansı nailiyyəti əldə eləyəcək. Televiziya və film sahəsində davam eləyəcək bu tələbələr üçün böyük bir təcrübə hesab olunur və bundan çox yaxşı formada istifadə eləyəcəklər və uğur qazanacaqlar. Biz bir layihə başlatdıq Media 28 olaraq. Bu layihə nədən ibarət idi? Bədii kitablar oxudu tələbələr və bu bədii kitablardan özləri filmlər çəkməyə başladılar. Kitabın içərisindən həsr olunmuş bir hissəni götürüb onun haqqında film çəkdilər və bu filmlərdə bir çox tələbənin filmi uğurlu alındı və onu da YouTube kanalımıza yerləşdirdik. İlk başda müəllimin mənə bildirdiyi bir fikir var idi ki, mən o fikri qarşımda amal tutdum və bugünkü günə qədər sağlığımız imkan verərsə 4 ilin sonuna qədər həmin o amala, məqsədə riayət etməyə var gücümlə çalışacağam. Məncə hər bir valideynin arzusudur ki, gələcəkdə övladını, yəni gözəl yerlərdə görsün, layiqi olduğu məkanlarda, gözəl ortamda, sağlam bir ortamda olsun övladı. Mən özüm istəyirəm ki, həmişə
tələbələrimlə münasibətim belə olsun. Çünki bu bizim həm dərs prosesimizə yaxşı təsir eləyir, həm gələcək karyera qurmalarında özgüvənlərini artırır. Yəni özgüvən vacibdir. Özgüvənin olmasını mən tələbələrimə aşılayıram ki, özgüvənlərində olsunlar. Çünki ən mənfi xüsusiyyət daxili qorxudur. Kino rejissor və yaxud aktyorluq sahəsi ilə məşğul olmaq istəyirəm. Amma içimdə də qorxu var. Niyə qorxu var? Çünki bəzən çox fikirləşirəm ki, təsəvvür elə 4 il buradan oxuyursan və 4 il oxuyub əziyyət çəkdikdən sonra ortalıqda heç nə olmur, heç nə əldə etmirsən. Heç kim bir insan dəyişdirə bilməz. Yəni xasiyyət dəyişilməzdir, amma insan istəsə özünü və öz uğurunu dəyişdirə bilər. Birimizin işığa marağı var, birimizin operatorluğa, birimizin səsə, birimiz rejissor assistenti olaraq çalışmaq xoşumuza gəlir. Məsələn, elə tələbələrimiz var, xılapuşka ilə işləməyi sevirlər. Yəni fərqli sahələrimiz var. Yəni buradan kino, radio, televiziya sahələrində işləyə bilərik məsələn. Mən özümü səs rejissorluğunda görmək istərdim. Mənim montaja daha çox həvəsim var. Yəni fikrim odur ki, montajın arxasınca gedim. Kamera qarşısında olmağı çox sevirəm. Düzdür, kamera arxasında olmağı ondan qat-qat daha çox sevirəm, amma yəni rollarda çəkilməyi necə deyim, özüm üçün daha fərqli görürəm də. Rol almaq mənim üçün çox böyük bir uğurlardan biridir. Hansı ki, yəni insanlar bizim kamera arxasında nə qədər əziyyət çəkdiyimizi görmürlər. Sırf ortaya çıxardığımız hər hansı bir işi sırf necə deyim, kamera önündə nədirsə ona dəyər verirlər. Yəni kamera arxasında baş verən hadisələr, o günün çətinliyi, yorğunluğu, gün ərzində, yəni gün rejiminin ağırlığı, yəni bunların heç biri gözə görsənmir də. Plus biz bu uğurları bitirib, yəni montajdan sonra öz çəkdiyimiz proyektlə qarşılaşanda, yəni bizim də yadımızdan çıxır o həmin günlərin ağırlığı, çətinliyi, həmin günlərin çəkdiyimiz əziyyəti, əzab əziyyətləri. Məsələn, elə vaxt olur ki, çəkilişə o qədər başımız qarışır, heç yemək yeməyə belə halımız olmur. Gələcəkdə televiziya işçisi olaraq işləmək istəyirəm. Yəni balacalıqdan da fikrimi, yəni daha çox ona idi. Bu indiki oxuduğum sahədə, yəni oxuduğum peşədə, yəni prodüserliyi sevirəm, amma inşallah gələcəkdəki iş sahədə yəqin ki, rejissor assistenti olaram. Operator olmaq istəyirəm. İnsan istədiyi şeyə gec və tez olsa da nail olur. Ailəmin də, müəllimlərimin də hər zaman başını dik edərəm. Özümü də yəni çox-çox uğurlu nailiyyətlərdə görmək istəmişəm. Düşünürəm ki, məqsədlərimə doğru getsəm, çatacam hamısına. Çünki hər şey inan və güvəndən asılıdır. Əgər bir insan ciddən özünə inanır, güvənirsə, edə bilməyəcək heç bir şey yoxdur. Bugün ətrafıma baxanda məni bir baxışdan, nəinki məni, bizi bir baxışdan anlayan, bir sözdən başa düşən tələbələrim var, tələbələrimiz var. Hər bir başlanğıcın bir sonu var. Təbii ki, uzun davam eləyən sevgilər var, uzun davam eləyən birləşmələr var. Amma elə birləşmələr var ki, bunun bir sonu var. Bunun bir bitəcək hansısa bir nöqtəsi var və bir müəllim olaraq yox, bir Media 28-in dostu olaraq düşünürəm ki, bu mənim üçün çox çətin olacaq. Çünki bu mənim ilk tələbələrimdir bu tələbələr və onlara çox öyrəşdim bu 2 il müddətində. Biz 2 il sonra program bitirdik, qrup dağılışacaq və hər uşaq öz işinə gedəcək. Nə düşünürsən bu barədə? Yəni bu 4 il ərzində birlikdəyik və hər kəs öz işinə gedir. Nə fikirləşirsən? Yəni bu ayrılıq haqqında nə düşünürsən? Amma həqiqətən ağır bir sual oldu. Düzümünə gəlib biraz düşünəsən. Amma belə deyim də, yəni həqiqətən çox belə
qeyri-adi sual oldu. Yəni bu sualı gözləmirdim. Mən söz tapmıram. Həqiqətən söz tapmıram. Doğrusu əslində çətin məsələdir. Çünki insan 4 il birlikdə olan insanlarla ayrılması ailədən ayrılması kimi bir şeydir mənə görə. Bu haqqda danışmaq istəmirəm. Bu sual məni çox təsirləndirdi. Əlbəttə ki, bu çox pis andır. Hər kəs hamı ilə sağollaşır. Bilinmir kim hara gedəcək, kim nə işlə məşğul olacaq. 4 il bir yerdə oxuyuruq, sonra hamı dağılır. Çox üzücü bir andır. Amma ağlıma gələndə ki, gələcəkdə ayrılacağıq, 4 ilin sonunda bitəcək hər şey. Burada bir ailə şəklindəyik də tam olaraq. Müddət keçdikcə hamımız ayrılandan sonra, hərə öz sahəsində çalışandan sonra istər-istəməz bağlar qopacaq. Düzdür, əlaqəmiz qalacaq, danışacağıq bərabər. Həm qürur verici hissdir ki, tələbəlik dövrü oxudun, həm də bir tərəfdən mənə sorsan ki, 4 il bir yerdə güldüyün, danışdığın, hətta yeri gələndə ağladığın, dalaşdığın tələbələrinə artıq bir yerdə deyilsən. 4 ildən sonra hər kəs öz yollarına ayrılır, hərə bir yerdə olur. İndi bir insan ağlına gətirəndə həqiqətən çox qəribə olur ki, mən 2 ildir bu uşaqlarla, 2 ildə olacağam, amma ondan sonra hərəmiz ayrı bir sahədə. Düzdür, bəlkə televiziyada birləşdik, birləşənlərimiz də ola bilər, amma ki, 17 nəfərin hamısı təbii ki də bir sahədə, bir eyni televiziyada ola bilməz. Ona görə təbii ki də çox darıxacam, çox kövrələcəm, amma ki, həyat məcbur. Bu ayrılıq deyəndə təbii ki, bu bir dəfəlik ayrılıq deyil, belə deyək də, aramızda olan görüş olacaq, əlaqəmiz həmişə olub da olacaq da, bu ayrılıq bir dəfəlik ayrılıq sayılmır mənə görə. Sözlə izah olunmayacaq qədər çətin və duyğusal bir şeydir. Çox çətin olacaq. Düşünmək istəmirəm belə o 2 ildən sonra uşaqlardan ayrılmağı, müəllimlərdən ayrılmağı. Təbii ki də əlaqələrimiz olacaq, o sözsüzdür, amma ki hər gün bir-birimizi görə bilməmək, yeni proyektlər edə bilməmək çox qəribə bir hissdir. Yenə bu uşaqlarla yeni bir şeylər eləmək, hər zaman bunlar xatirə olaraq qalacaq. Məncə düşünmürəm ki, kimsənin ağlından bu qrup, bu məktəb, bu sinif çıxsın. Başqa bir söz deyə bilmərəm buna. Sadəcə o 2 ilin biraz gec gəlməsini istəyərəm ki, bu uşaqlardan o qədər tez də ayrılmayım. Düşünürəm ki, o 4 ilin sonunda, o son zəngdə uşaqlar necə haldan hala düşəcək, göz yaşları məncə sanıram ki, dinməyəcək. Günün 7 saatını, hətta bəlkə də daha çoxunu bir yerdə keçirdirik. Amma onda az bir müddət də olsa, az bir saatlar, dəqiqələr də olsa, düşünürəm ki, görüşüb bir yerdə vaxt keçirdərik. Bunu ayrılıq kimi görmürəm mən. Sadəcə həyatın şərtləridir. Burada olan bütün anılarımız əzizdir, heç vaxt bunlar unudulası anılarımız yoxdur. Bu ayrılıq sadəcə olaraq, buradan ayrılıb gedəcəyik. Mən çalışacağam ki, tələbələrimlə mütəmadi olaraq əlaqə saxlayım, onların işinə hər hansı bir dəstək göstərim və nə bilmək olar, bəlkə də elə bir böyük bir layihədə bütün komanda olaraq birlikdə çalışdıq. Bir dəqiqə. Hətta gördüyünüz kimi bunu düşünmək belə insanı fikrə salır. Niyə? Çünki 4 ilə az qalıb. Artıq biz 2-ci ildir ki, oxuyuruq və 2-ci kursdayıq. Və 2 ildən sonra təsəvvür edin, biz yekun bitiririk buranı və çıxırıq. Bunu fikirləşmək belə, bilmirəm, bəzi insanlar necə fikirləşir, amma mənə çox pis təsir edir. Çünki mən Media 28 ailəsinə, belə deyim, içi müəllimlər, içi uşaqlar, hamısına çox öyrəşmişəm. Və onlarla bir yerdə iş görmək, onlarla bir yerdə nəsə etmək, inanırsınız, hər şeyə dəyər də. Çox vaxt pis olanda belə onların, necə deyim, Media 28 ailəsinin yanında üzüm gülür.
Yəni 2 ildən sonra ayrılsaq çox pis də yəni. Qısaca çox pis. Çətin öyrəşərəm ayrılığa. Çətin. Yolun sonuna qədər, hətta bu yolu bitirmiş olsaq da belə, bizim aramızdakı o bağ təbii ki, kəsilməyəcək, daha da möhkəmlənəcək və zamanından, saatından, məkanından asılı olmayaraq burada və yaxud hər hansı bir məkanda və yaxud telefonda, sosial şəbəkədə bir mesaj qədər yaxınlarındayam, yanlarındayam